Salamlar dostlar, mən Xəyal, YouTube kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə Bitkit birjasının yenicə istifadə verdiyi TradFi-dan danışacağım. Bildiyiniz kimi son dövrlərdə Bitkit birjası çox səs-səmir salmağa başlayıb. Çünki artıq biz futures hissəsində stokları da trade eləyə bilirik. USDT ilə Amazon, MicroStrategy, Nvidia, Apple, Circle, Google kimi bir çox səhmi artıq biz trade edə bilirik. Onun bir üstünə də çıxaraq artıq Bitkit bizə TradFi yaradaraq bizə metalları, indeksləri, forexləri, kakaonu, nefti və s. hər şeyi artıq USDT ilə bizə ticarət etmə imkanı verdi. Artıq siz qızılı, gümüşü, forexdən misal üçün artıq forexlə məşğul olan şəxslər hamısı USDT ilə, yəni USD-ni transfer edərək burada bir çox cütlüyü trade edə bilər. Yəni artıq siz əgər USD ilə kripto alım satımı edirdinizsə, qızıl gümüş almaq istəyirsinizsə artıq onu da USD ilə eləyə bilərsiniz. Səhm alıb satırsınızsa onu da USD ilə eləyə bilərsiniz. Forex-lə məşğulsunuzsa artıq onu da USD ilə edə bilərsiniz. Yəni bütün alım satım edilə bilən bütün ticarət cütlükləri tək bir birjada artıq yerləşib və mən də özüm Forex bazarını çox rahatlıqla Bitkit birjasında artıq istifadə etməyə, ticarət etməyə başlayıram. Gördüyünüz kimi hazırda hesabda TradFi hissəsindəyik. Futures hissəsinə gəlirsiniz, burada Futures hissəsidir. TradFi-yə gəldikdə artıq siz burada Create MT5 account, yəni MetaTrader 5 accountu yaradırsınız. Accountu yaratdıqdan sonra isə siz burada trade etməyə başlayırsınız. Yəni siz USD-ni bu sağ tərəfdəki əlavə etməklə, transfer etməklə trade edə bilirsiniz. Gəlin əvvəlcə biz hesabımızı yaradaq. Burada bizə qaydaları qəbul etdirir. Oxudur. Oxutduqdan sonra qəbul edirik. Next deyirəm. Burada artıq password hazırlayıram. Passwordu hazır etdikdən sonra yenidən təkrar yazıram. Təkrar yazdıqdan sonra isə account açılır. Gəlin onu da birlikdə edək. Artıq accountumuz hazırdır və mən bura pulumu transfer edəcəm. Baxın, burada spot account və TradFi account var. Yəni spot accountdan TradFi-yə transfer et deyir. Məndə hazırda spotda accountda pul olmadığı üçün transfer edə bilmirəm. Ona görə əvvəlcə Futures'a gəlirəm. Futures'da olan pulumun bir hissəsini spot account'a keçirdirəm və ondan sonra isə TradFi-da daxil oluram. Spotda olan pulumu istədiyiniz məbləğ yaza bilərsiniz və yaxud da max yazırsınız. Confirm transfer deyərək spotdakı accountumuzu, pulu yeni transfer edirik Forex accountumuza, yəni TradFi accountumuza və gördüyünüz kimi $100 gəldi. Burada marketini ala bilərsiniz, limitini ala bilərsiniz, lot hesabına görə ala bilərsiniz. Əgər Forex-lə məşğul olursunuzsa, bilirsinizsə, lot hesabını bilmirsinizsə, USD ilə alıb sata bilərsiniz. Burada take profit və stop loss hissəsi var. Yəni pozisiyanı açmamışdan əvvəl take profit-i xeyir götürəcəyiniz yeri də qeyd edə bilərsiniz, stop loss-u da qeyd edə bilərsiniz və yaxud da pozisiyanı açdıqdan sonra bunu aktivləşdirərək siz accountda rahat şəkildə ticarət edə bilərsiniz. Yəni TradFi bizim üçün nəyi möhtəşəm oldu? Mən onu belə özüm də istifadə etdiyim üçün rahat şəkildə deyə bilirəm sizə. Çünki mən kripto traderəm. Mənim əsas işim kriptovalyuta ilə trade eləməkdir. Amma baxıram ki, misal üçün Forex bazarında hərəkətlənmələr var. Qızılda, gümüşdə, səhm bazarında bu tip bazarlara da biz daxil olmalıyıq və oradan pul qazanmalıyıq. Yəni sadəcə kripto ilə məşğul olsaq, kriptoda məşğul olduğumuz üçün digər bazarlarda olan hərəkətləri biz qaçırmış oluruq. Bu səbəbdən də Bitkit'in hazırda bizə sunduğu, bizə istifadəyə verdiyi bu platforma mənim çox xoşuma gəldi. Mən bütün pulumu, yəni trade etdiyim balansımı Bitkit balansında saxlayıram. Lazım olanda qızıl gümüş alıram, lazım olanda Forex alıram, lazım olanda metallar alıram, lazım olanda kofedir və s. bu tip əmtiələri alıram və mənim üçün önəmli olan şey budur.
Futures'da artıq mən stokları da rahat şəkildə trade edə bilirəm. Bunların da hamısını bir tətbiqdə etmək həqiqətən çox rahatçılıqdır. Bu səbəbdən də siz də əgər bütün bu ticarətləri edirsinizsə, Bitget birjasından çox rahatlıqla istifadə edə bilərsiniz. Mən özüm də bildiyiniz kimi Bitget birjası ilə istifadə edirəm. Ümid edirəm sizə yardımcı ola bildim. Videonu bəyəndinizsə bəyənməyi, abunə olmağı unutmayın, dostlarınızla paylaşmağı unutmayın. Bu platforma məncə həqiqətən çox yaxın zamanlarda bütün dünyaya səs salacaq. Sağ olun, salamat qalın.